Salam, dərs 21-in izahına baxaq. Mövzumuz hidrosfer. Hidrosfer yerin su təbəqəsidir. Həm okeanda, həm quruda olan sular birlikdə hidrosfer təbəqəsini əmələ gətirir. Hidrosfer atmosfer və litosfer təbəqələri arasında yerləşir və planetdə olan bütün suları özündə birləşdirir. Yəni hidrosferə okean, dəniz, şirin sular, buzlaqlar, göl, hamısı hidrosferin tərkibinə daxildir. Hidrosferin yaranması yerin planetar inkişaf mərhələsindən geoloji inkişaf mərhələsinə keçid etdiyi dövrdə yaranmışdır. Qədim dövrdə yaranmış ilk okean Pantalas olmuşdur. Və Pantalas sonra parçalanmış, bundan ilk dəfə Sakit və Şimal Buzlu okeanlar yaranmışdı. Sonra Atlantik və Hind okeanları yaranmışdı. Ona görə Sakit və Şimal Buzlu okeana nisbətən qədim okean, Atlantik və Hind okeanı isə nisbətən cavandır. Qədim okean Pantalas oldu və qədim quru sahəsi dünyada olan quru vahid bir parça halında Pangeya halında olmuşdu. Sonra Pangeyada iki hissəyə Lavraziya və Gondvaniya parçalanmışdı. Lavraziyadan sonra şimal materikləri Avrasiya, Şimal Amerika, Gondvanadan cənub materikləri Afrika, Avstraliya, Antarktida yaranmışdı. Təbiətdə su üç halda olur: maye, buz və buxar halında. Və su təbiətdə daim dövr edir, hərəkət edir. Bu da təbiətdə suyun dövranı adlanır. Suyun böyük dövranı və kiçik dövranı olmaqla iki yerə bölünür. Suyun kiçik dövranı nədir? Dünya okeanı daxilində baş verir. Yəni yalnız okeandan buxarlanır yağıntı, yenidən okeana qayıdır. Bu kiçik dövrandır. Bəs böyük dövran nədir? Böyük dövranda artıq çaylar, göllər, yeraltı sular da iştirak edir. Yəni buxarlanmış su yer səthinə qayıdır, quru üzərindən çaylara, göllərə, o da sonra yenidən okeana tökülür həmin sular və yenidən atmosferə qayıdır. Beləliklə təbiətdə suyun böyük dövranı baş verir. Suyun dövranı, hərəkəti nəticəsində sular daim dövr edir və bu dövr nəticəsində isə sularda təzələnmə yaranır. Yəni suyun özünü təzələnmə xüsusiyyəti mövcuddur. Suyun təzələnməsi atmosferdə 8 gündən bir təzələnir. Çaylarda 16 gün, axarlı göllərdə 17 il, axarsız göllərdə 350 il, buzlaqlarda 15.000 il, ən gec təzələnmə yeraltı sularda 250 min il müddətində baş verir. Suyun əsas hissəsi okean və dənizlərdədir ki, 96%-dir. Qar və buzlaq suları 2% təşkil edir, yeraltı sular 1,7%-dir. Ən az isə 0,3%-dən səth sularının payına düşür, yəni quru sularının. Ümumilikdə hidrosferdəki suyun 96%-i şor, 4%-i isə şirin sulardan ibarətdir. Qədim dövrlərdə okeanın dərinliyini ölçmək üçün lot cihazından istifadə olunurdu. Lot elə bil ki, bir ipdir, ucuna ağır yük bağlanır və bunu okean dibinə endirirlər. Sonra 19-cu əsrdən isə artıq okeanın dərin hissələrini öyrənmək üçün exolotdan istifadə olunmuşdu. Exolot suyun dərinliyinə səs siqnalının göndərilməsidir ki, bu 1 saniyədə 1500 metr hərəkət edir. Deməli, əgər suyun dibinə göndərdiyimiz səs siqnalını biz 4 saniyədən sonra qəbul ediriksə, deməli 2 saniyəyə yol gedib, 2 saniyədə okean dibindən artıq geri qayıdıb. 1 saniyədə 1500 metr yol gedirsə, deməli bu 2 saniyədə getdiyi yol 3000 metrdir. Deməli, həmin su hissəsinin dərinliyi 3000 metr olar. Ya da 6 saniyəyə biz göndərdiyimiz səs siqnalını geri qəbul ediriksə, deməli bu 3 saniyəyə gedib, 3 saniyədə qayıdıbdır. 3 saniyəyə gedilən yol isə 1 saniyədə 1500 metrdirsə, 3 saniyədə artıq 4500 metr olar. Fiziki xəritələrdə həm hündürlük şkalası verilir, eyni zamanda dərinlik şkalası da verilir ki, dərinlik şkalası da gördüyünüz kimi rənglərlə göstərilir. Eyni dərinliyə marj nöqtələri birləşdirən xətlər isə izobatlar adlanır. Dünya okeanında ən dərin yer Marian çökəkliyində 11.022 metrdir. İlk dəfə bura Vityaz gəmisi ilk dəfə buranı ölçmüşdür. Bu çökəkliyə ilk dəfə batiskaf və batisfer enmişdir. Batiskafı isə 1960-cı ildə Jacques Piccard tərəfindən endirilmişdir. Dünya okeanı və onun hissələri. Dünya 5 okeandan ibarətdir. Bildiyimiz kimi artıq Cənub okeanı da təsdiq olunub. Buna görə 5 okean var. Ən böyük okean Sakit okeandır. Ən böyük və ən dərin okean Sakit okeandır.
Burada ən dərin çökəkliyi olan 11,22 metr Marian çökəkliyi yerləşir və okean sahili seysmik zonaya aiddir. Okean dibinin relyefi burada çox mürəkkəbdir. Atlantik okean Sakit okeandan sonra ikinci böyük okeandır. Burada ən dərin çökəkliyi Porto Rikodur. 8742 metr dərinliyi var. Hind okeanı isə sahəsinə görə artıq 3-cü yerdədir. Buranın ən dərin hissəsi Zond ya da Yava çökəkliyidir. 7729 metr çökəkliyi vardır. Şimal Buzlu okean Şimal qütb sahəsində yerləşir. Ərazinin çox hissəsi buzla örtülmüşdür. Buranın ən dərin hissəsi Qrenlandiya dənizində 5527 metr dərinlikdədir. Cənub okeanı isə Antarktida ətrafında formalaşmışdır. Ən dərin yeri Cənubi Sandviç 8425 metr dərinliyi vardır. Sahəsi isə son hesablamalara görə 20,3 milyon kvadrat kilometrdir. Dünya okeanına həmçinin dəniz, körfəz, boğaz da daxildir. Dənizlər okeandan ada, yarımada və sualtı tiralar vasitəsilə ayrılır, lakin onunla su mübadiləsi olur. Və dənizlər okeandan suyun xassələrinə, axınlarına, canlı aləminə görə fərqlənir. Dənizlər üç cür olur: daxili, kənar və adalar arası dənizlər. Daxili dənizlər qurunun içərisinə daha çox daxil olmuş dənizlərdir ki, Qara, Azov, Aralıq, Qırmızı, Baltik dənizləridir. Kənar dənizlər isə materikin kənarında yerləşmiş dənizlərdir. Bu okeandan adalar ya da sualtı tirələrlə ayrılır. Buna Bering, Oxot, Karib, Norveç, Şimal dənizləri aiddir. Adalar arası dənizlər isə materikin sahilində adaların arasında yerləşir. Filippin, Sulawesi, Yava, Fiji bu adalardandır. Sxemə diqqət yetirsəz, Sakit okeanda olan körfəz və dənizləri, Atlantik okeanında olan körfəz və dənizləri görə bilərsiniz. Sarqas dənizi Atlantik okeanında yerləşir. Burada Sarqas yosunları ilə əhatələnmişdir. Xarici görünüşünə görə onu dəniz üzümü də adlandırırlar. Sarqas dənizinin sahilləri yoxdur. Ona görə sahilsiz dəniz olaraq Sarqas dənizini misal göstərə bilərik. Körfəz okean və ya digər su hövzələrinin quruya daxil olmasıdır. Yəni suyun quruya daxil olan hissəsi körfəzdir. Lakin onlarla sərbəst əlaqəyə malikdir. Yəni su quruya daxil olsa da okeanla sərbəst əlaqəsi vardır. Dünyanın ən məşhur körfəzləri Qvineya, Bengal, Biskay, Carpentaria və s. Boğaz okean və ya dənizi birləşdirən ensiz su sahəsidir. Dünyanın ən enli boğazı Drake, ən uzun boğazı Mozambikdir. Bundan başqa Bering, Zond, Drake, Hudson və s. boğazlarını misal göstərə bilərik. Bərzəx iki quru sahəsini bir-biri ilə birləşdirən ensiz quru zolağıdır. Bərzəxlərdən adətən kanallar çəkilir ki, Panama, Süveyş kanalında buna misal göstərə bilərik. Materiklər hər tərəfdən okeanla, dənizlə əhatə olunmuş böyük quru hissələridir və yer səthi 6 materikə ayrılır. Ən böyük materik Avrasiya materikidir. Şimal yarımkürəsində yerləşir. Avropa və Asiya olmaqla iki hissəyə ayrılır. Avrasiya materiki 4 okeanla əhatə olunur. Diqqət etsək, Avrasiya materiki Şimal Buzlu, Hind, Sakit və Atlantik okeanları ilə əhatə olunmuşdur. Sonra Afrika materiki. Şimali Amerika və Cənubi Amerika materiklərindən böyükdür və Avrasiyadan sonra ikinci böyük materikdir. Afrika materiki Hind okeanı, Atlantik okeanı ilə əhatə olunmuşdur. Cənubda isə artıq Cənub okeanını misal göstərə bilərik. Avstraliya isə sahəsinə görə kiçik materikdir. Gördüyünüz bu hissədədir. Şərqdə Sakit okean, qərbdə Hind okeanı, cənubda isə Cənub okeanı ilə əhatə olunub deyə bilərik. Adalar. Adalar hər tərəfdən su ilə əhatə olunmuş kiçik quru sahələridir. Adalar vulkanik, materik və mərcan mənşəli olmaqla 3 qrupa bölünür. Vulkan mənşəli adalar həm litosfer tabularının konvergent, həm divergent sərhədlərində vulkan püskürməsindən yaranır. İslandiya, sonra Havay, Pasxa, Galapagos, Kuril, Müqəddəs Yelena, Azor belə adalardandır. Materik mənşəli adalar isə keçmişdə materikin bir hissəsi olmuş, tektonik hərəkətlər nəticəsində ondan ayrılmış quru parçalarıdır. Madagaskar, Qrenlandiya, Böyük Britaniya, Tasmaniya buna aiddir.
Mərcan mənşəli adalar isə 20 dərəcə, müsbət 20 dərəcə Selsi temperaturu olan sularda, ən çox da tropik enliklərdə mərcan poliplərinin qalıqlarından yaranmışdır. Bu mərcan polipləri ləğv olduqdan sonra onların qalıqları uzun müddət ərzində toplanır, daşlaşır, bərkiyir və adalara çevrilir. Belə adalar daha çox sakit və Hind okeanlarda rast gəlinir. Mərcanlar rif və atollardan ibarətdir. Riflər sahilə yaxın, atollar isə aypara şəkilli olur və okeanın daxili hissələrində yerləşir. Seyşel, Baham, Maldiv adalarını buna misal göstərə bilərik. Bir-birinə yaxın yerləşən adalar qrupu arxipelaq adlanır. Kuril, Yapon, Kanada, Arktika, Havay, Böyük Sond və s. arxipelaqdır. Çünki bir yerdə bir neçə adadan ibarətdir. Yarımada isə qurunun dənizə daxil olmuş hissəsidir. Yəni qurunun bir hissəsi dənizə daxil olur. Ərəbistan, Hindistan, Hind, Somali, Kamçatka, Skandinaviya və s. dünyanın ən böyük yarımadalarıdır. Cədvələ diqqət etsək, adaları veribdir. Materik, vulkanik və mərcan mənşəli və hər birini okeanlar üzrə öyrənə bilərsiniz. Eyni zamanda yarımadalar da yenə qitələr üzrə Avropada olan yarımada, Asiyada, Şimali Amerikada olan yarımadalar üzrə öyrənə bilərik və sonuncu cədvəldə isə boğazlardır. Boğazlar quru sahəsini ayırır və su sahələrini birləşdirir. Hansı boğaz hansı quru sahəsini ayırır, hansı su sahəsini birləşdirir, buna diqqət yetirmək lazımdır. Məsələn, Drake boğazı Antarktida ilə Cənubi Amerikanı bir-birindən ayırır. Sakit və Atlantik okeanını isə bir-birinə birləşdirir.